6-sı Azərbaycan ədəbiyyatında azad düşüncənin, cəsarətli sözün simvoluna çevrilmiş şair Mikayıl Müşfiqin anım günüdür. Bu münasibətlə Müşfiqin abidəsi önündə onun sənətinə və şəxsiyyətinə dəyər verən ziyalılar, gənclər və Mikayıl sevərlər bir araya gəlir. Zaman keçsə də Müşfiqin misraları yaşayır. Bir daha sübut olundu ki, şairlər ölmür, söz yaşadıkça onlar da yaşayır. Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün 6 yanvar repressiya qurbanı Mikayıl Müşfiqin anım günüdür. Biz bununla bağlı Mikayıl Müşfiqin abidəsinin önündəyik. Mikayıl Müşfiq 29 il ömür sürüb. O 1908-ci ildə iyun ayının 5-də anadan olmuş, 1938-ci ildə yanvar ayının 6-sında repressiya qurbanı olaraq vəfat etmişdir. Mikayıl Müşfiq qısa bir ömür sürsə də Azərbaycan ədəbiyyatında dərin bir iz qoyub. Mikayıl Müşfiq azadlığı sevirdi, sözü sevirdi. Bəlkə də məhz elə buna görə o susturuldu. Fiziki susturulsa da Mikayıl Müşfiqin poeziyaları bu gün də yaşayır və yeni nəsillərə səslənir. Çünki şairlər ölümü də sözə çevirən bir insanlardır. Əlbəttə ki, bu təşkilatçılığın kökündə Mikayıl Müşfiq sənətinə olan məhəbbətim, sevgim durur. Onun sənətinə olan sevgim durur və şəxsiyyətinə olan sevgim durur. Təxminən 20 ilə yaxındır mən bu tədbirlərə qatılıram və bu tədbirlərin təşkilində əməyimi əsirgəmirəm. Çünki Müşfiq elə bir sənətkardır ki, o bizi elə bir zəngin xəzinə qoyub ki, biz nə qədər eləsək o azdır. Ona görə mən çalışıram ki, bu tədbirləri həyata keçirim. Mikayıl Müşfiq haqqında mənim televiziya verilişlərim var, Mikayıl Müşfiq haqqında mənim yazılarım var, radio verilişlərim var və hər zaman Müşfiqin ildə 2 dəfə bilirsiniz ki, tədbirləri olur, həm anım günü, həm doğum günü, eləcə də yubiley tədbirləri. Hər birinin mən iştirakçısı oluram, təşkilatçısı oluram, aparıcısı oluram, senaristi oluram. Yəni bunlar böyük məhəbbətlə ürəyimi verirəm. Müşfiq qəlb şairidir, ruh şairidir, alovlu şairdir. Yəni belə pafosu səslənməsin, amma Müşfiqin adının mənası şəfqətdir, şəfəq sözüdür. Müşfiq elə bir günəşin şəfəqi kimi işıq saçır, şəfəq saçır insanların qəlbinə, öz sənəti ilə, şeirləri ilə, inciləri ilə. Müşfiqin, mən hər zaman sual verirəm, Müşfiqə olan bu məhəbbətin kökündə nə durur? Fitri istedad, sözə, şeirə, sənətə sevgi, dürüstlük, mərdlik, kişilik və biriyə. Yəni biriyə riyakar olmayan adam da o deməkdir. Və ona görə də mən Müşfiqi elə Mircəlal Paşayevin sözlərlə desəm, Müşfiq Azərbaycan poeziyasında parlayan, çağlayan bir dağ şəlaləsidir. Onun dərin lirizmə malik sənət inciləri milyonlarla insanın qəlbinə nüfuz edərək onu 20-ci əsr Azərbaycan ədəbiyyatının ən görkəmli, qüdrətli klasiklarına birinə çevirdi. Bəli, Müşfiq 29 yaş yaşayır. Amma 29 yaşında böyük bir zirvəyə çatıb. Mikayıl Müşfiq əlbəttə ki, bizim nəinki Azərbaycan xalqı üçün, bəşəriyyət üçün bir nümunədir. Həm gənc olaraq, həm vətənpərvər olaraq, həm söz ustadı olaraq. Onun sözləri əbəs yerə deyilməyib ki, İmam Həzrətəli deyib, mənə bir hərfi öyrədəni mən qulu olaram. Ancaq Mikayıl Müşfiq o hərflərdən sözləri, sözlərdən cümlələr, cümlələrdən gözəl şeirləri, sətirləri bizim damarlarımıza, ruhumuza qədər həkk elətdirib. Və mən də bir bəstəkar olaraq şərəf duyuram ki, Mikayıl Müşfiqin sözlərinə küləklər, yağış, yenə o bağ olaydı şeirlərinə, ən gözəl şeirlərinə Allah mənə nəsib edib ki, mən onlara gözəl kompozisiyalar bəstələmişəm. Mikayıl Müşfiq mənim atamın əmsi oğludur. Yəqin ki, duymuşsunuz, eşitmişsiniz. Mikayıl Müşfiq 20 dəqiqə ərzində əmr verilib, qətlə yetirilib. İndiyə qədər onun qəbri yoxdur. Yəni şəhid edilib. Mənim ən böyük arzum 70 yaşa çatmışam. Arzum budur ki, bilmirəm Allah nə ömür veribsə,
Arzum budur ki, onun sümükləri tapılsın. Bir ara bəli səs-küy düşdü. Qardaşımdan DNK götürüldü. Amma ki, yəni təsdiqlənmədi. Ən böyük arzum odur ki, onun sümükləri tapılsın, torpağa tapşırılsın. Ruhu zaten göylərdədir onun. Zaten bizlərdə yaşayır onun ruhu. İkinci ən böyük arzum odur ki, Bakıda onun yaşayıb yaratdığı, böyüdüyü evdə, evin yerində onun ev muzeyi bərpa edilsin. Dövrün cəsarətli söz adamı onun dahiliyin qarşısında çox kiçik qalır. O bütün əsrlər üçün, bəşəriyyət üçün verilmişdi. Bu dünyanın ruhu bu qaranlığı aydınlatan olurdu. Aydınlar deyirlər onlara. Bu qaranlıq dünya onları sevmir, istəmir ki, insanların ruhu, düşüncəsi, təfəkkürü aydınlansın. Yəni hər zaman o güləli, o yaraşıqlı, o gözəl simalı, gənc Müşfiq 29 yaşında necə görmüşüksə şəkillərdə təbii ki, o sima ilə yüzünlər keçəcək, elə insanların qəlbində o cür yaraşıqlı Müşfiq kimi qalacaq. Ruhu şad olsun, tərbiyəsi bağlı elan edirəm, bir daha təşəkkür edirəm, sağ olun. Edək ki, Mikail Müşfiqin anım günü ilə bağlı keçirilən tədbirin davamı Xızı rayonu Sayadlar kəndində yerləşən ev muzeyində davam etdirildi. Mikail Müşfiqin poeziyasından bir nümunə, bir şeirin bir bəndi deyil. İki sətri onun necə gözəl, necə səmimi, necə doğru, dürüst birisi olduğundan xəbər verir. Şəxsən mən bunu anlayıram. Bəlkə yanılıram, bir subyektiv fikir səsləndirirəm. Çünki onun haqqında düşünürəm ki, yetərincə bilirəm. Amma yox, məncə onun haqqında bilməyən gənc belə, oxucu belə biraz beynini işə salsa sözün yaxşı mənasında Müşfiq poeziyası özü ona hər şeyi deyəcək. Ruhu şad olsun, hər zaman qəlblərdədir. Hərdəm deyirlər Müşfiq, inanırsınız mən səhnəyə çıxanda, ictimaiyyət arasında olanda elə bir an, məqam olmur ki, mən Müşfiqi orada xatırlayım. Çünki Müşfiq həmişə qəlbimizdədir. Mən Müşfiqin 100 illiyində onun musiqi dünyasını araşdırdım və bir çox qaranlıq mətləbləri belə deyək də işıqlandırdıq. Əvvəla nə idi? Kitabın məsləhətçisi rəhmətli Gülhüseyn Hüseynoğlu idi. Kitabın əl yazmasını verdim ona ki, bax gör, harası nədir, xoşuna gəlməyən yersə iradlarını bildir. Mənə zəng elədi səhər, deyir, səhərəcən oxumuşam, deyir, amma sevindiyimdən yata da bilməmişəm. Dedim, burada sevincli nə var bəyəm ki? Deyir, mən hər 10 ildən bir Müşfiqin külliyatını, seçilmiş əsərlərini çap eləyirik və mən baxıram o işə. Hər dəfə Müşfiq Çoban poemasında orada yazır ki, Çoban qaval çalırdı, qoyun quzunu otarırdı. Mən də deyirdim, Müşfiq səhv eləyib də, qoyun quzunu qavalla otarmaz da, qavala bir dənə üzünə vurarsan, şap eləyərsən, qoyun quzu hürküb gedər. Götürüb onu mən tütək eləmək istirdim. Gördüm ki, yazanda elə bir qolumu kimsə tutur, deyir, onu deyir, sözlə izahını verə bilmirəm. Saxlayırdı əlimi ki, dəymə. Bu Müşfiq necə yazıb, qoy elə qalsın.
Bax hər dəfə belə indi sən yazırsan orada ki, Mikayıl Müşfiq Türk dünyasının musiqi alətlərini də gözəl bilir. Yəni Türkiyədə, türkmənlərdə kaval deyilən bir neyin bir növüdür, tütəyə bənzər alət. Müşfiq tütək yazmayıb orada, kaval yazıb. Karşımdan azlanıp yere gülürsen bilsen gülüşleri neye benzeyir ben desem artıqdır özünü bilirsen lale yarpağında şeye benzeyir ben desem artıqdır özün bilirsen lale yarpağında şeye benzeyir cahan küs olmaya bir bahçe vardır Ölüden adamıdır gülmeden ölmez Yazık o şəxsə ki qara qabardır Ne kadar yaraşır insana gülme Yazık o şəxsə ki qara qabardır Ne kadar yaraşır insana gülme Deməli, axşamdır bir də gördüm ki, Abbasqulu müəllim zəng vurur. Binaya xanım, tez Müşfiqin babasının portretini çəkməlisən. Deyirəm, ay kişi, mən Müşfiqin babasını harda görmüşəm, babasını görməmişəm, bilmirəm. Dedi, mən bilmirəm. Ensiklopediya hazırlanır, tez bu şəkilli portreti sən yaratmalısan. Oturdum, fikirləşdim, ay Allah, mən neynim. Bir də ağlıma gəldi ki, onu da inanın, üzr istəyirəm, yatıram, yuxumda görürəm belə ayıqlıqda. Görürəm ki, Müşfiqlə gəlir babası gözümün qabağına. Dedim, ay Abbasqulu, səhər zəng vurdum ki, Abbasqulu, mən bir dənə ideya gəldi başıma. Mən hələ Müşfiq rəhmətliyi baba kimi verəcəyəm. Babadır da, baba nəvədirlər də. Onların qanı ki birdir. Bənzərliyinə görə. Müşfiq cavan rəhmətə gedib də, o qocalmayıb ki. Onun yaşlı qocalıq portretini mən elə verəcəyəm. Əliqulu müəllim bizim Sasalan da babasını Helençini qoy getsin. Düdü lop yaxşı. Bu şimdi nəysə hazır oldu. Sağ olsun. Onu da elə burada gəldik, təqdimatını apardı. Orada böyük bir portret də var, Müşfiqin portreti. 2 dənə böyük portretim buradadır. Orada bütün Müşfiqin dahi bəlalı günləri, əzab-əziyyətli günlərini də təsvir eləmişəm. Mikayıl Müşfiq haqqında çox danışmaq olar. Mən bilirəm ki, sizdə vaxt məhduddur. Mikayıl Müşfiq bizim ölməz sənətkarımızdır və biz hər ildə 2 dəfə həm anım günündə, həm doğum günündə biz onu yad eləyirik, ziyarət eləyirik. Gəlirik həm şəhərdə, abidəsi önündə, həm də burada. Mikayıl Müşfiq ölməz sənətkardır. Müşfiqin yanında kal yine sana kurban İstersen bu canımı al yine sana kurban Sen Müşfiqin yanında kal yine sana kurban İstersen bu canımı al yine sana kurban Sənətkarımızın anım günü ilə bağlı keçirilən tədbir ev muzeyində sonlandırıldı. Ruhun şad olsun, qəlblərdə əbədi yaşayan Mikayıl Müşfiq.